elə son bir həftə ərzində İran-Amerika Birləşmiş Ştatları arasında gərginliyin aradan qaldırılması üçün Türkiyə olduqca fəal diplomatiya yeridib. Prezident Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan dəfələrlə Amerikalı və İranlı həmkarları ilə, digər ölkələrdən olan həmkarları ilə telefon danışıqları, görüşlər keçiriblər. Yeri gəlmişkən elə bu məsələdə Türkiyə, Misir və Qətərlə birlikdə hərəkət edib. Bu haqda məlumatlar yayılır və artıq kütləvi informasiya vasitələri, beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələri İstanbula axın etməyə hazırlaşırlar. Türkiyənin nüfuzlu media orqanları bu məsələni zaten gündəlikdə saxlayırlar və əgər cümə günü İstanbulda görüş baş tutarsa və müəyyən bir nəticə əldə edilərsə, bir çox ölkə, böyük bir coğrafiya da sülhün qorunması, sabitliyin qorunması üçün məhz tərəflərin iradəsi ilə yanaşı Türkiyəyə təşəkkür etməli olacaqlar. Bununla yanaşı elə Misir və Qətərin də rolunu qeyd etmək lazımdır.